Çox minnətdaram. Mən hər şeyin 2 dəqiqəsini aldım. Mən bu mahnı haqqında danışmaq istəyirəm. Bu mahnı bizim qəhrəman şəhid, general-mayor Polad Həşimova həsr edir. Mən hər yana gedirdim, bütün qəsəbələrdə, hər yanda Polad Həşimovun şəklini görürdüm. Və mən öz-özümə içimdə deyirdim ki, mən mütləq bu qəhrəman haqqında mahnı yazmalıyım, mütləq öz-özümə deyirdim və yazdım. Yaxşı mahnıdır, həvəslə oxuyur uşaqlar. İndi xahiş edirəm, qulaq asın. Anne